Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə ABC Akademi ümumi sınaq toplusundan sınaq 3-ün izahını paylaşırıq. Birinci sualımız belədir. Videonu izləməmişdən əvvəl kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayaq. Birinci sualımız belədir. Kütləsi 5268 olan zulalın tərkibində cəmi 51 peptid rabitə var. Bu zulalın radikallarının kütlələrinin cəmini tapın. Baxın, birinci burada bizə görürsünüz ki, biz deyirdik ki, zulalın tərkibində əgər amin turşu sərbəstdirsə, sərbəst amin turşunun molekul kütləsi 128 idi. Ümumi olaraq belə götürürdük. Bunun 74 AKV-si onun funksional hissəsinə aid idi. 54 AKV də onun radikal hissəsinə aid idi. Amma burada əgər radikalların kütlələrinin cəmini istəyirsə bizdən, deməli bu radikalların kütlələri fərqlidir. Əgər zulalımızın tərkibində 51 dənə peptid rabitə var isə, peptid rabitənin sayı bərabər idi. Amin turşu sayından bir vahidi çıxaraq tapırdıq, həm də suyun sayını belə tapırdıq. Deməli, bizim zulalımızın tərkibində amin turşu bərabərdir 51 plus 1, o da bərabərdir 52. Deməli, mənim zulalımın tərkibində 52 amin turşu var. Və kütləsi də 5268 AKV-yə bərabərdir. Əgər 52 ədəd amin turşusu varsa, uşaqlar, deməli, baxın, əgər mən amin turşularımı dairə şəklində göstərsəm və onun təkcə funksional hissələrinin, radikallarının deyil, funksional hissələrinin AKV-ni burada göstərsək, atom kütlə vahidini göstərsək, biz bilirik ki, amin turşular bir-biri ilə birləşəndə birinci amin turşu özünün OH-ını digər amin turşusunun hidrogeni ilə birləşdirərək bir molekul su yaradırdı. Ancaq ortada yerləşən bütün amin turşuları özlərindən həm hidrogen, həm də OH verirdi. Ona görə radikal funksional hissələrin atom kütlə vahidi birincidə olurdu 70, baxın bu 17 olduğuna görə 74-dən çıxıram 17, bərabərdir 57. Onda mənim birinci amin turşumun funksional hissəsinin AKV-si 57-yə, ortadakı amin turşularından isə həm OH, həm də OH çıxdığına görə, orada isə 74-dən çıxıram ortadakı bütün amin turşularından 18, ortadakı amin turşularında isə funksional hissə 56-ya bərabərdir. Sonuncu hissədə isə funksional hissənin atom kütlə vahidi, neçəyə bərabərdir? 74-dən biri çıxıram, 50, deməli, 74-dən biri çıxıram, o isə eləyir 73. Deməli, baxın, birinci ilə sonuncunu toplayıram. Onda birinci ilə sonuncunu toplayanda neçəyə bərabər olur? 0. 7-nin üstünə 5 gəlirəm, 12, o eləyir 130. 130 birinci ilə sonuncu amin turşu. Ortadakı amin turşuların sayını bilmədiyimə görə onu x götürürəm. 56-nı vururam x-ə. 56-nı vururam x-ə. Deməli, bu amin turşularının molekul kütlə, funksional hissələrinin molekul kütlələrini biləcəm. Ancaq radikallarının, bütün radikallarının kütlələrini bilmirəm. Üzərinə radikalı gəlirəm uşaqlar və bərabərdir yazıram. Axı, bu oldu bunların funksional hissələrinin kütləsi. Və üzərlərinə də radikal hissəni gəldikdən sonra buradakı 5268-i tapıram. Bəs burada 56-nı neçəyə vurmalıyam? 56-nı vurmalıyam x-ə yox, 56-nı vurmalıyam 50-yə. Çünki mənim ortadakı amin turşularımın sayı birinci ilə sonuncu 2 ədəd, 52-dən də 2 çıxdıqda qalır 50. 50-yə bərabərdir. Və uşaqlar, burada da hesabladıqda cavab 2338 B variantı tapılmış olur. Yəni, cavabı bir də təzədən burada hesablamıram. Sonra ikinci sualıma keçirəm uşaqlar. Görə ikinci sualda nə deyir? İkinci sualda deyir ki, həşəratın qarıncıq buğumlarının sayı N, döş buğumlarının sayısı M olarsa, stigmaların cəmini hansı ifadə ilə müəyyən edə bilərəm? Deməli, mən bilirəm ki, birinci döş buğumu və sonuncu qarıncıq buğumları istisna olmaqla digər bütün qarıncıq buğumlarında cəmi 2 ədəd stigma var idi. Onda bütün qarıncıq buğumlarının sayı, bax bu qarıncıq buğumudur, N götürürəm. Bütün qarıncıq buğumlarının sayından biri çıxıram, plus döş buğumlarının sayından da biri çıxıram. M də döş buğumlarının sayıdır, M-dən biri çıxıram və bunun sayını neçəyə vurmalıyam? Bunun da sayını vurmalıyam 2-yə stigmaların sayını tapmaq üçün. İndi baxıram burada, deməli, N plus M minus 2, onu da vururam 2-yə. Baxın, burada ona yaxın olan cavabda sadəcə A variantı. A variantı nədir? 2 vurulmuş
N plus M, ondan da çıxıram 4'ü. Cavab eləyir A variantı. Sonra keçirəm 3-cü sualıma. 3-cü sualda görək nə deyir. Deməli, 3-cü sualda mənə deyir ki, çoxu ceyləli bir canlının əmələ gətirdiyi qametlər aşağıdakı kimdir? Mən bura qametləri yazıram. Böyük A, böyük B, böyük C, böyük D. Sonra yazıram böyük A, böyük B, böyük C, kiçik D. Yazıram böyük A, böyük B, kiçik C, böyük D. Sonra böyük A, böyük B, kiçik C, kiçik D. Sonra yazıram kiçik A, kiçik B, böyük C, böyük D. Sonra yazıram kiçik A, kiçik B, böyük C, kiçik D. Sonra da yazıram kiçik A, kiçik B, C, D. Və sonuncu qametimiz kiçik A, kiçik B, kiçik C, kiçik D. Baxıram burada cəmi alınıb 2, 3, 4, 5, 6, 7, 8 sort qamet alınıb. Amma nəyə diqqət edirəm uşaqlar? Bax, burada diqqət edirəm ki, burada böyük A, böyük B, böyük A, böyük B. Baxın, görürsünüz, bir də kiçik A, kiçik B'lər alınır. Həm böyük A, həm böyük B, həm kiçik A, kiçik B olmasına rəğmən qametlərə sadəcə böyük A, böyük B bir yerdə, kiçik A, kiçik B bir yerdə düşüb. Bu mənə onu xəbər verir ki, böyük A, deməli, bu mənə nəyi xəbər verir uşaqlar? Bu mənə xəbər verir ki, böyük A, böyük B və kiçik A, kiçik B genləri bir-biri ilə ilişikli şəkildə. Yəni, A və B genləri ilişiklidir. Amma digərlərinə baxdıqda, yəni bu mənə sadəcə verə bilər 2 sort qamet. Ancaq burada 8 sort qamet var. Deməli, burada 2 vurulsun 2 də qamet var. Ancaq bunda biz 8 ala bilərik. Onda uşaqlar, deməli, böyük C, kiçik C ayrı homoloji xromosomda, böyük D, kiçik D isə ayrı homoloji xromosomda yerləşir uşaqlar. Deməli, burada baxırıq ki, xromosomlarımın sayı 1, 2, 3, 4, 5, 6. Yəni 6 ədəd xromosom var. Bunlar mənim xromosomlarımdır. Bəs homoloji xromosomlarımın sayı neçədir? Birinci homoloji xromosomum, ikinci homoloji xromosom və üçüncü homoloji xromosom. İndi cavablara baxıram. Birdə nə deyir? Birdə deyir ki, birinci variantda 2n bərabərdir 4. Bu yanlışdır. Çünki mənim 2n'im neçəyə bərabər oldu? 2n'im bərabər oldu 6-ya. A və B genləri dişiklidir. Bəli, həqiqətən mən tapdım ki, A və B genləri dişiklidir. Üçüncü sualıma baxıram. Bütün genlər fərqli xromosomlarda. Xeyr, böyük A və böyük B genləri və kiçik A, kiçik B genləri eyni bir xromosom üzərində yerləşir. Ona görə 3 yanlışdır. 4-ə baxıram. C və D genləri ilişiklidir. Bu da yanlışdır. C və D genləri yox, A və B genləri ilişiklidir. Sonra keçirəm 4-cü sualıma. 4-cü sualda nə deyir? Aşağıdakı cədvəldə 4 canlının aid olduğu sistematik taksonlar verilmişdir. Buna görə aşağıdakı canlıların hansılarda zülal müxtəlifliyi azdır? Hə uşaqlar. Baxın, birinci canlını, ikinci canlı, üçüncü canlı və dördüncü canlı. Mən burada görürəm ki, birinci canlı hamısında aləm eynidir. Aləm eynidir. Bax, eyni aləm nədir? Eynidir. Aləm bunlarda, dördündə də eynidir. İndi baxıram tipə. Tip yalnız ikincidə fərqlidir. Ona görə iki hamısından fərqlidir. Bunlarda zülal müxtəlifliyi çox olası digərlərindən. Amma digərləri tip olaraq eyni bir tipə aiddirlər. Hələ ki, eyni gedir. Üçüncü baxıram, sistematik kateqoriya sinif. Baxıram görək, sinif olaraq da birinci, üçüncü və dördüncü eyni bir sinifdə. Hələ ki, ikincini çıxdım uşaqlar. Ona görə bunlarda zülal müxtəlifliyi çoxdur. 2 olan cavabları çıxıram. Bax, A-nı çıxdım, B-ni çıxdım və D-ni çıxdım. Məndə sadəcə C və Y variantı qalıb. Sonra sinifdən sonra burada gəlir dəstə. Dəstədə olan oxşarlığa baxıram. Dəstədə olan oxşarlıq görürəm ki, birinci ilə dördüncü eyni dəstənin nümayəndələrdir. Amma digərləri fərqli dəstənin nümayəndələrində. Ola görə uşaqlar, bunlarda zülal müxtəlifliyi azdır. Sistematik cəhətdən nə qədər canlılar bir-birinə yaxın olarsa, onda onlarda olan zülal müxtəlifliyi az olmuş olur. Sonra uşaqlar 5-ci sualıma baxıram. 5-ci sualda deyir ki, biraz pis çəkilib, üzülü sayın. Hansı bitki və ya bitkilərin endosperm hüceyrəsində bir ədəd Y cinsi xromosomuna rast gəlinir uşaqlar? Buna hansı bitkilər aiddir? Yadımızdadırsa biz bilirdik ki, kənaf, maya sarmaşığı və elodiyada bunlarda dişi fərqlər XX, erkək fərqlər isə XY cinsiyyət xromosomunu daşıyırdı.
Onda dişilər XX cinsiyyət xromosomunu daşıdıqlarına görə bunların rüşeym kisəsinin içərisində olan bütün hüceyrələr XX cinsiyyət xromosomuna malik olur. Yəni bunların mərkəzi hüceyrəsi XX, yumurta hüceyrəsi də X olur. Ancaq erkək fərd əgər X xromosomlu mikrospordan qamet yaranarsa, onda ondan əmələ gələn qametlərin, spermlərin hər ikisi X cinsiyyət xromosomlu, əgər Y cinsi xromosomlu mikrospordan əmələ gələrsə, ondan əmələ gələn spermlərin hər ikisi yalnız Y cinsiyyət xromosomunu daşıyır. İndi mənə deyir ki, hansılarda yalnız bir ədəd Y cinsiyyət xromosomuna rast gəlinir. Bax, əgər Y cinsi xromosomu ilə mayalansa, onda yalnız bir ədəd endospermində yalnız bir ədəd Y cinsi xromosomuna rast gəlinir. Niyə uşaqlar bu çiyələk ola bilməz? Əgər çiyələkdə dişi fərd, biz bilirik ki, çiyələkdə XY cinsiyyət xromosomunu daşıyır. Əgər Y cinsi xromosomlu makrospordan əmələ gələrsə rüşeym kisəsi, onda rüşeym kisəsinin içərisində olan bütün hüceyrələr Y olacaq. Görürsünüz, onda əgər Y varsa endospermin tərkibində 2 dənə Y olmalıdır çiyələkdə. 1 dənə Y ola bilməz. Onda onun baxın burada olan 3 dənə mayalamada iştirak etməyən, 2 dənə digər qütbdə olan mayalamada iştirak etməyənlər hamısı Y cinsiyyət xromosomunu daşıyacaq. Əgər X xromosomlu makrospordan əmələ gələrsə, onda rüşeym kisəsinin içərisində olan bütün hüceyrələr X cinsiyyət xromosomunu, onsa çiyələkdə erkək fərdlər yalnız XX cinsiyyət xromosomunu daşıyır. Onda onun spermləri yalnız X olmalıdır. Onda cavabımız olur kənaf, maya sarmaşığı və elodiya. 1, 3 və 4 cavabımız olur A variantı. Sonra keçirik növbəti sualımız olan 6-cı suala. Tetraploid bitkinin dişiciyi diploid bitkinin dişiciyi ilə tozlandırılmışdır. Bu bitkidə 2 qat mayalamadan sonra əmələ gələn hissələrdən hansının xromosom dəsti doğru göstərilmişdir. Uşaqlar, baxın, mən belə məsələlərdə şagirdlərimə də onu tövsiyə edirəm ki, açıq şəkildə bunu yazın. Əgər mənim dişi bitkim tetraploiddirsə, mən bilirəm ki, dişi bitkidə mayalanmada iştirak edən hüceyrələr bir mərkəzi hüceyrədir, bir də yumurta hüceyrədir. Və mən bilirəm ki, mənim mərkəzi hüceyrəm dişi bitkimin eyni ilə xromosom dəstinə bərabərdir. Yəni, o da 4 dənə bərabərdir. Yumurta hüceyrə qamet olduğuna görə bədən hüceyrəsinin yarısı xromosom dəstini daşıyır. Ancaq mən burada indi diploid xromosom dəstinə malik olan erkək bitkini götürürəmsə, diploid xromosom dəstinə malik olan erkək bitki, ümumiyyətlə erkəklərdə mayalanmada təkcə spermlər iştirak edir. Spermlərdə qamet olduğuna görə hər biri N xromosom dəstinə malik olur. Yəni, bədən hüceyrəsinin yarısı. Baxım, indi endosperm. Endosperm necə əmələ gəlirdi? Endosperm əmələ gəlirdi mərkəzi hüceyrə ilə sperminin birləşməsindən. Baxıram, burada mənim mərkəzi hüceyrəm 4N-dir, mənim spermim N-dir. 4 üstəgəl N bərabərdir 5N. Onda mənim A variantım doğrudur. A variantım yox, birincim doğrudur. İkinciyə baxıram. Meyvənin qabığı, uşaqlar, meyvənin qabığı, toxumun qabığı, meyvənin lətli hissəsi təkcə dişi fərdin xromosom dəstini daşıyır. Mənim dişi fərdimdə 4N xromosom dəstinə malik olduğuna görə onda meyvənin qabığı sadəcə 4N olmalı idi. Ona görə ikinci yanlışdır. Üçüncüyə baxıram. Toxum qabığı yalnız dişi bitkiyə xas olduğuna görə onda 4N-ə bərabərdir. Dördüncüyə baxıram. Dördüncüdə rüşeym. Rüşeym necə yaranırdı? Rüşeym əmələ gəlirdi yumurta hüceyrə ilə sperminin birləşməsindən. Yumurta hüceyrəmə yazmışam 2N, spermimdə N-dir. 2N üstəgəl N bərabərdir 3N olmalıdır. Bəli, burada da 3N-dir. Onda dördüncü də doğrudur. Üçüncü doğrudur. Beşinciyə baxıram. Meyvənin lətli hissəsi 4N-dir. Yalnız dişi bitkiyə məxsus olduğuna görə 4N-dir. Bu da doğrudur. Məndən doğru olan variantları soruşduğuna görə 1, 3, 4 və 5 belə cavabımız var idi. Bəli, A variantı doğrudur. Sonra 7-ci testə baxıram. 7-ci testdə nə deyir uşaqlar? 7-ci testdə deyir ki, tədqiqatçı ağacın diametri 10 sm olan, diametri 8 sm olan B və diametri 14 sm olan C ilik halqalarını müəyyən etdi. Bununla bağlı verilən fikirlərdən hansı doğrudur? Uşaqlar, oduncaqda yerləşirdi. Əgər diametri ən kiçik burada 8 sm-dir. Diametri 8 sm. Mən diametrini
balacadan böyüyə doğru düzməliyəm. Baxın, diametr bu mərkəz çevrənin 2 dənə qütbünü, 2 dənə hər hansısa bir nöqtəsini birləşdirən və mərkəzdən keçən nöqtələri birləşdirən xəttə deyilirdi, şüaya deyilirdi. Diametri 8-dir. Ondan biraz böyük olan diametri 10'dur. Ondan da biraz diametri böyük olan 14 santimetrdir. Hə, baxın burada da və nə var uşaqlar? Burada da kambi var. İndi mənə deyir ki, deməli bu da diametri neçə santimetrdir? 14'dür, bu 10'dur, bu da 8'dir. Deməli ömrünün ən sonuncu ilində əmələ gələn halqa biz bilirdik ki, kambi əmələ gətirirdi ya, kambiyə yaxın olan halqadır. Onda ən cavan illik halqa elə bəli uşaqlar, ən cavan illik halqa S halqasıdır. Bu S'dir, bu deməli A'dır, burada B halqasıdır. Onda ən cavan halqa A'dır. Onda doğru cavabımız elə olur A variantı. A halqası B halqasından əvvəl yaranıb? Yox. B halqası uşaqlar ömrünün ən əvvəlinci ilində əmələ gələn birinci B halqasıdır. Ondan sonra yaşına görə, ondan sonra A halqasıdır. Ən cavanı isə S halqasıdır. Ona görə cavabımız olur A variantı. Sonra keçirəm uşaqlar 8-ci suala. Çox qəşəng suallardır. Kitabı tərtib edən müəlliflərə öz təşəkkürümüzü bildiririk. Həqiqətən öyrədici suallardır. 8-ci sualda deyir ki, insanın gövdə skeleti. İnsanın gövdə skeleti deyəndə uşaqlar həm onurğa sütununu nəzərdə tutur, həm də plus döş qəfəsini nəzərdə tutur. Döş qəfəsini ikisini birlikdə təsəvvür edirik uşaqlar. Yastı sümüklə birləşmə əmələ gətirir. İnsanın gövdə skeleti, onurğa sütunu və döş qəfəsi, bəli, onurğa sütunu 2 dənə çanaq sümüyü ilə birləşdiyinə görə birinci doğrudur. Yəni yastı sümüklə nə əmələ gətirə bilər? Yastı sümüklə birləşmə əmələ gətirə bilər. İkinciyə baxıram. Oynağın əmələ gəlməsində iştirak edir. Bəli, gövdə skeletində uşaqlar oynaqlar ola bilər. İnsanın gövdə skeleti ümumiyyətlə. Biz çünki onurğa sütunu yuxarıdan ənsə ilə oynaq yaradırdı, ənsə sümüyü ilə. Ona görə ikinci də doğrudur. Quruluşca 3 növ sümükdən əmələ gəlmiş. Uşaqlar, onurğa sütununda qarışıq sümüklər idi. Döş qəfəsinin tərkibində də döş sümüyü və qabırğalar yassı sümüyüydü. Bir də fəqərələr var idi. O da qarışıq idi. Ona görə sadəcə olaraq 2 növ sümükdən əmələ gəlib. Ona görə 3 yanlışdır. 4-ə baxıram. Hərəkətsiz birləşmə əmələ gətirə bilər. Bəli, onurğa sütununda oma və büzdün fəqərələri hərəkətsiz birləşmə yaradırdı. 4 də doğrudur. 5-ə baxıram. Qarışıq sümüklə birləşmə əmələ gətirir. Bəli, 2 dənə körpücük sümüyü buradan döş qəfəsinə, yəni burada döş sümüyü var idi. Uşaqlar döş sümüyünə birləşmə yaradırdı. 2 dənə körpücük sümüyü. Ona görə 5 də doğrudur. Cavabımız 1, 2, 4 və 5-ci olur. Cavab A variantıdır. Sonra uşaqlar keçirik növbəti sualımıza, 9-cu suala. Qaraciyər soluçunun hansı orqanoidi kirpikli sürfə mərhələsində aktiv olduğu halda yetkin fərd mərhələsində aktiv olmur. Uşaqlar, kirpikli sürfə oksigenli tənəffüs edir. Oksigenli tənəffüs edən bir canlıda da mitoxondri çox aktiv fəaliyyətdə olur. Çünki mitoxondri oksigenli tənəffüsü təmin edir. Ona görə Y variantı, onun yetkin fərdi də parazitdir və biz bilirik ki, parazitlərdə qida maddələrinin parçalanması ikinci mərhələ ilə yekunlaşırdı. 10-cu suala baxırıq. 10-cu sualda daxili qulaqda sümük labirintin daxilində maye, sümük labirintin daxilində uşaqlar yerləşirdi endolin və bizim kitabda yoxdur, bunu yazmaya da bilərsiniz. Sonra 11-ci suala baxıram. Birinci ayaq tipi, deməli tullandırıcı ayaq tipidir uşaqlar. Bax belə tapa bilərsiniz. Ən sonuncu burada üzücüdür, çünki baxın pərləri var. Yox, qazıcıdır, səhv eləmirəmsə. Bax, Y bir tullandırıcıdır, Y yürücüdür. Tullandırıcı və yürücü olan cavab hələ ki A və B variantındadır. Üzücü ilə qazıcı. Z uşaqlar üzücüdür, çünki üzmə pəri var. Amma K qazıcıdır. Ona görə 11-də cavab olur A variantı. 12-ci suala baxıram. Aşağıdakı müxtəlif canlıların ürəyinin quruluşu verilmişdir. Buna əsasən hansıları söyləmək olmaz. Baxırıq birinci uşaqlar. Birincidə baxıram ki, mənə A variantında ürəyində ara kəsmə varsa, bu sürünənlərin ürəyidir. A sürünənlərdir. B variantına baxıram. Uşaqlar, B-də baxıram ki, aorta qövsü sol tərəfdən çıxdıqdan sonra, bax, aorta qövsü sağ-sol mədəcikdən çıxır və görürsünüz,
hara doğru yönəlir? Sola doğru yox, sağa doğru yönəlir. Sağ artıq qövsüdə mən bilirdim ki, quşlar sinfində olurdu. Amma C variantında ürəyin sol mədəciyindən çıxan artıq qövsü elə sola doğru yönəlir. Onda C variantı da məməlidir, məməli. A canlısının, birinciyə baxıram. A canlısının aid olduğu sinfin nümayəndəsində ilk dəfə borlu sümük. Xeyr, sürünənlərdə yox. Bu suda qurda yaşayanlardır. Ona görə bir yanlışdır. 2-yə baxıram. B canlısı xordalların ən cavan uşaqlar. Bəli, quşlar ilk dəfə deməli trias, yura, təbaşir dövründə əmələ gəliblər. Amma məməlilər ilk dəfə triasda yaranıblar. Ona görə 2 doğrudur. Ən cavan, ən sonuncu əmələ gələn olmalıdır. 3-də C canlısı sürünənlər sinfinə aid ola bilər. Baxıram, C canlısı yox, C canlısı sürünənlər yox. Dedim ki, məməllərə aiddir. 4-ə baxıram. A canlısı diri bala doğan canlı ola bilər. Bəli, sürünənlərdə uşaqlar diri bala doğan nümayəndələr var idi. Məsələn, qızılı mabuya. 5-ciyə baxıram. Məsələn, gürzə də diri bala doğurdu. Qızılı mabuya. Hə, o da düz demişəm. B canlısında pulcuq ola bilər. Bəli, B canlısında quşlarda pulcuq var idi. Özdə quşlarda pulcuq onların təkcə pəncə lüləsinin üzərində rast gəlinirdi. 6-ya baxıram. C canlısı kloakaya malik ola bilər. Bəli, ilk məməlilərdə uşaqlar kloaka var idi. Məndən doğru cavabları soruşduğuna görə 2, 4 və 5, 6 aiddir. 2, 4, 5 və 6 aiddir. Ona görə cavabımız olur 2, 4, 5, 6 Y variantı. Sonra keçirik növbəti sualımıza. Deyir ki, kərtənkələdə Demək, 13-cü sualda nə deyir uşaqlar? 13-cü sualımıza baxırıq. Kərtənkələdən söhbət gedir. Kərtənkələnin yumurtalığın yetişmə zonasında cəmi 12 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilmişdir. Sonda əmələ gələn X cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu qametlərin sayı bir-birinə bərabər olarsa, alınan yumurta hüceyrələrindən neçəsindən dişi fərd əmələ gələr. Məndə burada ipucu hansıdır? Kərtənkələ. Mən bilirəm ki, kərtənkələ sürünəndir. Və sürünənlərdə dişilər XY cinsiyyət xromosomu daşır. Uşaqlar, bura XY-yi yerləşdirir. Və mən dedik ki, kərtənkələdə yumurtalığın yetişmə zonasında cəmi 12 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilib. Uşaqlar, mən bir dənəsi ilə gedirəm, əlimdə olan bir dənədir, bunu bilirəm. Mən bilirəm ki, bir dənə hüceyrə daxil olanda əmələ gəlirdi 1, yəni bunlar nə olurdu? İlk yönəlici çimciklər. Baxın, bunu belə göstərim. Baxın, burada bir dənə hüceyrə daxil olanda, bir dənə hüceyrə daxil olurdu. Bu bir dənə hüceyrənin daxilində profaza 1, metafaza 1, anafaza 1 və telofaza 1 baş verirdi. Anafazada qütblərə xromosomlar, anafaza 1-də qütblərə yadımızdadırsa, bütöv 2 xromatidli xromosomlar çəkilirdi. Ona görə bir dənə hüceyrə daxil olanda, bir dənə hüceyrədə qütblərə 2 xromatidli tam xromosomlar çəkilirdi. Amma bu bir dənə hüceyrədən yaranan 2 hüceyrədə baş verirdi profaza 2, metafaza 2, anafaza, mən burada uşaqlar tərsinə yazmışam, metafaza 1, anafaza 1 olmalıydı. Anafaza 2 və telofaza 2 və anafaza 2-də mən bilirdim ki, qütblərə bir xromatidli xromosomlar çəkilirdi. Yəni mitozda olduğu kimi 2, anafaza 2, telofaza 2. Oldu. Onda əgər bir dənə hüceyrə daxil olduqda 2 dənə hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilirsə, bəs 12 dənə hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilibsə, neçə dənə hüceyrə yetişmə zonasına daxil olub? Mən X-imi tapdım, 6 dənə. Deməli, burada 6 dənə hüceyrə yetişmə zonasına daxil olub. 6 dənə hüceyrədən 6-sı qamet, 6 və 6 dənə də yönəlici çimciy əmələ gəlib. Mən deyir ki, sonda əmələ gələn X cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu qametlərin sayı bir-birinə bərabərdir. Uşaqlar, əgər 6 dənə qamet əmələ gəlibsə, sayı bir-birinə bərabərdirsə, onda 3X-dir, 3Y-dir. Qoyun, bunlar da yazaq. Qametlərdən bir hissəsi, yönəlici çimdiklərdən bir hissəsi qametlə eyni cinsi xromosomu daşıyır. Burada da yazıram 3Y, 3X. Sizə belə yazıram ki, vərdiş olsun. Burada da yazıram 3Y, 3X. İndi mən deyir ki, alınan yumurta hüceyrələrdən neçəsindən dişi fərd əmələ gələr. Və bu zaman neçə hüceyrədə qütbləri yalnız Y cinsi xromosomlu qametlər çəkilər. Bu hələ qeyd eləməmişəm. Uşaqlar, baxırıq ki, dişi fərd əmələ gəlir Y cinsi xromosomlu qametdən. Ona görə 3 dənə qametdən dişi fərdlər əmələ gələr. Və mən deyir ki, neçə hüceyrədə qütbləri yalnız Y cinsi xromosomlu qametlər çəkilər.
Baxın, burada 6 dənə hüceyrədə həm X var, həm də 6 dənə hüceyrədə həm də Y var. Baxın, bu bir hissəsində, indi baxın bunu belə göstərim. Birinci hissəsini tapdıq cavabını. İndi burada yazıram ki, 6 dənə hüceyrə daxil oldu. Bu 6 dənə hüceyrənin daxilində həm X qütblərə çəkilə bilər, həm də Y. 6 dənə X, ancaq bundan alınan hüceyrələr hansı xromosom dəstəyini daşıyır? N2S meyoz 1 nəticəsində yaranır. Ona görə 6 dənə hüceyrədən yaranan 6 dənə hüceyrədə, bax buradakılarında bir hissəsində sadəcə X, digər hissəsində isə sadəcə Y cinsiyyət xromosomu qütblərə çəkiləcək. Onda bunlardan elə bizim cavabımız nə olur? 3 dənə hüceyrə sadəcə bizdən Y cinsi xromosomunu soruşur deyə Y cinsi xromosomlar çəkilər. Onda biz götürürük cavabı 3 və 6 olaraq. Cavabımız olur hansı variant? 3 və 6. Və bu zaman neçə hüceyrədə qütbləri yalnız Y cinsi xromosomlar çəkilər. Bəli, burada həm X çəkildi, həm də Y çəkildi. İndi bunlardan da hüceyrələr yaranır. Onu demədik. Bax, buradan da əmələ gəlir 6 dənə X, 6 dənə Y, 6Y, 6X, 6Y, 6Y. Hələ bilmirəm nələrdir. Baxın, burada deməli 6 dənə hüceyrədə qütblərə yalnız Y cinsiyyət xromosomla. Elə cavab olur mu? Cavabımız olur C variantı. C variantı. Sonra baxırıq 14-cü suala. 14-cü sualda nə deyir? Verilmiş şəklə əsasən doğru bəndi seçin. Baxın, burada indi bir-bir hissələri qeyd eləyək. Bizim F-imiz nədir? Bizim F-imiz kök üsküyüdür. F kök üsküyüdür. Sonra K-ya baxıram. K bölünmə, Z böyümə zonası, Y bölünmə sorucu zona, K-da, X-də ötürücü zona. Cavablara baxıram. 1. K hissəsində əmələ gələn hüceyrələr N-ə bölünərək, yox, uzununa bölünürdü. Ona görə 1 yanlış. K zonasında K zonası tam formalaşmış ötürücü borcuqlar. Xeyr, uşaqlar, kitabımızda da var. Elə axırıncı cümlədir. Böyümə zonasında formalaşmamış ötürücü borcuqlar olurdu. Ona görə 2 də yanlışdır. Bu formalaşmışlar olur artıq bölünmə zonasında. Sonra baxıram. Y zonasında olan əmici tellər örtük toxuması. Bəli, uşaqlar, əmici tellər örtük toxumasının çıxıntısı şəklində əmələ gəlirdi. Ona görə 3 doğrudur. 4-ə baxıram. X zonası hesabına Y zonası vasitəsilə sorulmuş su və mineral duzlar, su və üzvü maddələr yox. Üzvü maddələr olmur. Axı, baxın, burada elə üzvü maddələr sözü yanlışdır. 5-ə baxıram. F hüceyrəsi, ola bilər. Çünki sorucu mən Y gördüm orada. Bəli, 4 doğrudur. Niyə? Çünki X zonası hesabına Y zonası vasitəsilə sorulmuş su, həm də üzvü maddələr gövdəyə ötürülür. Baxaq, indi görə elə varianta baxarıq. Sonra bir dənə də qaldı. F hüceyrələri qalın qılaflı olub. Xeyr, nazik qılaflıdır. Ona görə 5 yanlışdır. Məndən doğrunu soruşur deyə. Uşaqlar, yalnız 3 doğrudur. 4-ü niyə götürmədim? Çünki üzvü maddələr kök vasitəsilə sorulmur. Onda cavabımız olur sadəcə Y variantı. Mən 20-ci suala qədər izahını 2 dəfə paylaşacağım bu testin izahını. Əvvəlcə 20 test, sonra da digər 20 testin izahını paylaşasıyam. 15-ci sualda hansı geoloji era və eralarda onurğalı heyvanlar mövcud olmayıb? Onurğalı heyvanlar mövcud olmayıb. Uşaqlar, indi buradan hardan baxaq? Arxeyidə yoxdur. Çünki arxeyidə sadəcə bakteriyalar var. Arxeyə minus qoydum. Onurğalı heyvanlar, uşaqlar, artıq axı proterozoida nə yaranmağa başladı? Artıq proterozoida xordalların 23 tipi yarandı. Sadəcə siniflər əmələ gəlmir. Xorda kəlləsizlər yarım tipi də var idi. Kəlləslər yarım tipi. Baxırıq, proterozoida nələr əmələ gəldi? Proterozoida bütün onurğasızlar əmələ gəldi. Onurğalıların xordallar, kəlləsizlər yarım tip əmələ gəldi. Kəlləslər yarım tipi də xordallara aid deyil. Ona görə proterozoida da yoxdur. Artıq xordallar nə vaxt əmələ gəldi uşaqlar? İlk dəfə əmələ gəldi qığırdaqlı balıqlar, sonra əmələ gəldi stegosefallar,
Devon dövründə. İlk dəfə onurğa əmələ gəldi Ordovikdə. O da Paleozoy erasına aiddir. Ona görə biz burada götürürük arxey və Proterozoy. Cavab olur hansı variant? D variantı. Cavab olur D variantı. Davam edirik uşaqlar. Deməli, neçənci sualla? 16-cı sualla. 16-cı sualda nə deyir? Şəkildə xanı balığının skeletinə aid olan bəzi hissələr verilmişdir. Baxın, birinci şəkildəki bizim gövdə quyruq fəqərəsinə aiddir. Quyruq fəqərəsinə aiddir. Burada uşaqlar bu sualı sizə niyə izah eləməyəsiyəm? Çünki təzə MİQ imtahanına hazırlaşan müəllimlərlə abituriyentlərdə bu fərqli şəkildə götürülür. Ona görə bu sualın üstündən keçirəm. MİQ-ə hazırlaşan müəllimlər, onlar üçün izah eləyirəm. Onlar üçün fərqlidir bu sualın cavabı. Abituriyentlər üçün fərqlidir. Niyə deyəsiz, niyəsini də bilmirəm. Yəni elə götürüblər. Belə deyək, ümumi sümüklərin sayı. Baxın, burada ümumi sümüklərin sayı neçə dənədir? Baxın, mən də burada çəkim. Sizin üçün. Baxın, bax belə. Bu quyruq fəqərəsidir. Bunu da çəkirəm. Bu da gövdə fəqərəsidir. Baxın, bu hissəyə də birləşib buradan 2 dənə qabırğa. Ümumi sümüyün sayı, bax, bir bu sümükdür. İkinci bu sümükdür. Üçüncü bir qabırğadır. Dördüncü də bir qabırğadır. Onda ümumi sümüklərin sayı A bərabərdir 4-ə. Mən hər ikisi üçün onda paylaşıram izahı. Ümumi qövslərin sayı MİQ-çilər üçün, sertifikasiya hazırlaşanlar üçün qövs burada neçə dənədir? 1 qövs, 2 qövs, 3 qövs və 4 qövs, 5 qövs, 6 qövs. Gördünüz, burada oldu qövslərin sayı. Yəni B bərabərdir 6-ya. Və məndən qabırğaların sayını soruşduqda 2 dənə də qabırğa var. Onda burada cavabımız, əgər yenə də deyirəm, MİQ-çilər üçün olur 6 + 4, 12. Cavabımız oldu 12. Bəli, elə müəllim də, Camal müəllim də burada cavabını A variantı götürüb. Amma çox təəssüf ki, abituriyentlərdə bu fərqli şəkildə götürülür. Abituriyentlərdə uşaqlar, baxın, 1 qövs, 2 qövs və 3 qövs götürülür. Onda burada bizim ümumi qövslərin sayı olur 3 ədəd. Yəni uşaqlar, abituriyentlərdə qövs onun ortasında yerləşən dəlik kimi götürülür. Burada da var, quyruq fəqərlərində 2 dənə qövs var. Amma gövdə fəqərlərində 1 dənə qövs var. Onda əgər biz abituriyentlərə görə götürsək, cavabımız eləyir uşaqlar 9. Burada da 9 cavabı heç yoxdur. Yəni, qarışdırmasın bu sizə. Sonra baxıram digər sualıma, 17-ci sual. 17-ci sualda nə deyir? 17-ci sualda deyir ki, qoyunlarda tükün qıvrım forması hamar formu üzərində tamam dominatlıq. Baxın, bura yazıram qıvrım oldu. Bura yazıram hamar. Bundan mütləq istifadə edin belə yazılışdan. Bu sizin üçün çox asanlıq eləyir. Asan olasıdır məsələni işləmək. Qıvrım böyük A yazaq. Hamarı kiçik A yazaq. Aralıq xarakter olanları, yəqin dalğalıları da böyük A, kiçik A. Bu da dalğalı uşaqlar. İndi mənə deyir ki, bu qoyun populyasiyasında, indi bunu Hardy-Weinberg qanununa görə deyir bizdə. Çarpazlaşmanı yazıram. Böyük A, kiçik A, böyük A qaməti, kiçik A qaməti, böyük A qaməti, kiçik A qaməti. Alınır böyük A, böyük A, 2 dənə böyük A, kiçik A, bir dənə də kiçik A, kiçik A. Bir hissə, bir dənə yox. İndi ki, bu qoyun populyasiyada 800 fərdin 128-i hamar tüklü olarsa, yəni uşaqlar, baxın, hamar tüklü olan budur. Onda qoyun populyasiyasında 128, mən tapıram ki, 128 qoyun, yəni kiçik A genotipinə malik olanlar ümumi populyasiyanın neçə faizini təşkil, neçə hissəsini təşkil edir? 128-i bölürəm 800-ə. Görək 128-i 800-ə böləndə neçə alınır? Baxaq. İxtisar apara bilərik uşaqlar. İxtisar aparanda birinci 4 ixtisar aparaq. Burada qalır 32, burada da qalır 200. Sonra ixtisar aparanda 4-ə gedəndə burada qalır 8, burada qalır neçə? 4-ə gedəndə 50. Görək 8, 50-nin də 0,16. Yəni onda uşaqlar kiçik A genotipinə malik olanlar 0,16 hissəsini təşkil edir. Məndə buradan gen lazımdır. Onda kiçik A geni bunun kök altısını çıxardanda olur 0,4.
Mən bilirəm ki, Hardy-Weinberg qanununa görə böyük A üstəgəl kiçik A-nın cəmi bərabərdir 1-ə. Əgər kiçik A-nı mən 0,4 tapdımsa, onda mənim böyük A-m neçəyə bərabər olarsa, o da bərabər olacaq 0,6-ya. Düzdür uşaqlar? Mən dalğalı tükə malik olan qoyunlar istəyir. Dalğalı tükə malik olanları yazıram. Burada 2 dənə böyüyə, kiçiyə uşaqlar. Bax, burada yazıram 2, böyük A, kiçik A, o da bərabərdir. 2 vurulmuş böyük A 0,6, 0,4, 0,48 hissə eləyir, düzdür? 0,48. Mənim ümumi qoyunlarımın sayı neçəyə bərabərdir? 800. Və 800-ün mən tapıram 0,48 hissəsini. 48-i 8-ə də vuranda 4. 48 4 o da eləyir 384. Cavabımız olur C variantı. 18-ci suala baxıram. Çox qəşəng sambalı suallardır həqiqətən. Amma diqqətlə, əgər başa düşməsəz, ikinci dəfə video izaha baxın. Yenə də başa düşməsəz, üçüncü dəfə baxın və özünüz təzədən işləyin bunları. İndi baxıram neçənci suala. 18-ci suala. Gör, 18-ci sualda nə deyir? 18-ci sualda bizə deyir ki, aşağıdakı şəkildə nefronun quruluşu və strukturlar verilmişdir. Hansı rəqəmlə verilmiş hissələrdə geriyə sovrulma? Uşaqlar, geriyə sovrulma baş verirdi qıvrım kanalcıqlarda. Burada bir qədəhə bənzər kapsuldur. 2 qıvrım artıq birinci dərəcəli qıvrım silik borcuqdur. Bəli, 2-də baş verə bilər. Sonra deməli, baxın, birinci, dördüncü əgər çıxırsa bu venadır, gələn isə arteriyadır. Onda hansında ola bilər uşaqlar? 2-də ola bilər, bir də 5-də ola bilər. Onda 18-ci sualımızın cavabı 2-də, bir də burada ikinci dərəcəli qıvrım silik borucuğunda. Deməli, bir ola bilər 2-də, biri 3-də, bir də 5-də. 2 bizdə birinci dərəcəli qıvrım silik borucuğu. Çünki uşaqlar, geriyə sovrulma zamanı ikincisi deyə əmələ gəlirdi və bu da qıvrım kanalcıqlarda olurdu. Ona görə cavab olur 2, 3 və 5. Qaldı 19-cu və 20-ci suallarımız. 19-cu sualda nə deyir? 19-cu sualda deyir ki, aşağıda xromosomları təsvir olunan iki canlının çarpazlaşması zamanı deməli, aşağıdakı fenotiplər alınmışdır. Buna görə fenotipi verilən fərdlərdən hansıları əmələ gətirən qametlərdən ən az birinin əmələ gəlməsi zamanı Krasingoverin baş verdiyini mütləq şəkildə söyləmək olar. Krasingover. Uşaqlar, baxın, bu mənə verə bilər birinci canlı. Böyük S, böyük D-ni. Bir də mənə verə bilər kiçik S, kiçik D-ni. Sonra bu mənə verə bilər böyük A, böyük B-ni, bir də kiçik A, kiçik B-ni. Uşaqlar, əmələ gələn fərdlərin içərisində o biri təkcə mənə verə biləsdir. Kiçik S, kiçik D, kiçik A, kiçik B qametini. Başqa bir sort qamet vermir. Əgər alınan fərdlərin içərisində, bax, böyük S, böyük D yanaşı, baxıram bura. Böyük A, böyük B, böyük S, böyük D. Bəli, bu uşaqlar Krasingoverli qamət deyil. Çünki baxın, burada var. Böyük A, böyük B, böyük A, böyük B, böyük S, böyük D. Heç ümumiyyətlə, belə tipli fenotip alına bilməz. Çünki mütləq tərkibində kiçik S, kiçik D olmalıdır. Oldu? Kiçik S, ona görə bir ələ ki, fenotip deyir. Bəli, fenotip alına bilər. Fenotip alına bilər. Çünki böyük S, böyük D ola bilər. Bir alına bilər, amma Krasingover yoxdur burada. Krasingover çünki normaldır bu qametlərdə. Sonra ikinciyə baxıram. İkincidə böyük A, kiçik B. Baxın, burada böyük A, böyük B-də. Əgər böyük A, kiçik B-dirsə, deməli, burada Krasingover baş verib. 2-də bəli, Krasingover ola bilər. Üçüncüyə baxıram. Üçüncüdə böyük A, kiçik B. Yenə uşaqlar böyük A, kiçik B var. Böyük A, kiçik B varsa, burada da Krasingover var. Amma dördüncüyə baxıram. Dördüncüdə kiçik A, kiçik B də var məndə. Baxın, burada kiçik S, kiçik D də yanına gəldi. Krasingover getməyib. Ona görə buna minus qoyuram. Mən nə Krasingover baş verdiyini mütləq şəkildə söyləmək olar. 1, 2-də, 1-də, 3-də cavabımız olur 19-da C variantı. Sonra 20-ci suala baxıram uşaqlar. 20-ci sualda nə deyir? Aşağıdakı canlılardan neçəsinin aid olduğu sinfin nümayəndələri Lamarck tərəfindən təklif olunan təsnifat sisteminin 5-ci pilləsinə yer alıb. Uşaqlar, baxın, belə yadınızda saxlayın. Deməli, birinci pillədə var idi infizorlar, poliplər. İp yadınızda saxlayın. İkincidə qurtlar, şuallar, qış yadınızda saxlayın. Üçüncü pillədə H kvadrat, hörümçəklər və həşəratlar. Dördüncüdə mollusklar, bığayaqlar, xərçənglər, bir də həlqəvilər var idi. Beşincidə var idi uşaqlar, beşincidə var idi nə?
Balıqlar və sürünənlər. 6-cıda da var idi. Quşlar və məməlilər. Mən balığı və sürünəni axtarmalıyam. Burada sürünən bir ilandır, uşaqlar, bir timsahdır. Burada bir dənə də balığım var. Ona görə 3 dənə canlı uşaqlar. Burada verilən göyərçin, qurbağa ümumiyyətlə Lamarkın pilləsindən yer almayıb uşaqlar. Amma quşlar 5-ci pilləsindədir. 5-ci pilləsini deyir. Bəli, 5-ci, 6-cı pillədədir quşlar. 5-ci pilləni soruşduğuna görə cavabımız olur 20-də C variantı. Yenə də videonu izləyərkən həm like etməyi, videomuzu bəyənməyi, həm də kanalıma abunə olmağı unutmayaq. Belə olduqda biz daha çox motivasiya oluruq və daha çox video paylaşırıq. Hələlik. Növbəti 20 sualımın da izahını paylaşıram.